Qadın həm sevgi verən, həm ailəsini qoruyan, həm də öz arzularının arxasıca qaçan bir dünyadır. Mənim üçün qadın olmaq, qadın özü o qədər böyük, güclü bir qüvvədir ki, qadın xoşbəxtdirsə, uşaq da xoşbəxtdir, evin düzəni də qaydasındadır. Heç kəsin sən kökəlmisən deyə bir deməyə sözü ixtiyarı yoxdur. İxtiyarı yoxdur. Deyir ki, sağlam qidalanma dadsızdır. İnsanların beynində sağlam Yeməmişəm, diyetə, təbii. qreçka və toyuqdan ibarətdir. Elə deyil axı. Özünə ən böyük yanlış tərəzdə rəqəm vermək. Bunlar niyə özlərinə qarşı daha sərtdilər? Salam əziz izləyicilərimiz, Laqres podkastına xoş gəlmisiniz. Mən aparıcı Məryəm xanım. Qadın həm sevgi verən, həm ailəsini qoruyan, həm də öz arzularının arxasıca qaçan bir dünyadır. Amma bəzən xanımlar öz arzularının arxasıca qaçanda öz xəyallarını, istəklərini unudurlar. Laqres olaraq xanım sadəcə öz görünüşünə deyil, öz xəyallarına, içindəki qadın enerjisinə baxaraq hədəfləyirik. Çünki gözəl qadın sadəcə baxımlı qadın deyil, həm enerjik, həm də canlı qalmaq olmaqdır. Bu gün bizimlə gözəl xanım diyetoloq Lalə xanım qonağımızdır. Bizə həm qadının daxili enerjisindən danışacaq, həm də ki düzgün qidalanma haqqında danışacaq. Lalə xanım, xoş gəlmisiniz. Çox sağ olun. Gözəl görünürsüz bu gün. Həmişəki kimi izləyirəm Lalə xanımı. İlk öncə sizə sual vermək istəyirəm. Sizin üçün qadın olmaq nə deməkdir? Mənim üçün qadın olmaq, yəni qadın özü o qədər böyük, güclü bir qüvvədir ki, mən deyərdim ki, ümumilikdə ailənin xoşbəxtliyi qadından gəlir. Yəni qadın xoşbəxtdirsə, Qadın böyük qüvvədir. bəli, qadın xoşbəxtdirsə, o evdə, əgər o xoşbəxtdirsə, uşaq da xoşbəxtdir, evin düzəni də qaydasındadır və ümumilikdə ailə bərkdir. Hamı xoşbəxtdir. Həqiqətən də. Qadın xoşbəxtdirsə, bəli, Bəli. evdə enerji, ab-hava, yəni mən düşünürəm ki, qadın nəyisə narahatdırsa, nəyisə neqativ bir aurası varsa, o hamıya təsir eləyir. Bəli. Nəyi ki, bir kişi evdə o hiss elətdirəndə. Lalə xanım, podkastımıza başlayırıq. Sizə gözəl suallar hazırlamışıq. Onları verməyə başlayıram. Gəlsin. Və çox xahiş edirəm sizdən səmimi, rahat, ürəkdən necə gəlirsə elə cavablayaq. Rahat olun. Bura bir eviniz kimi Laqres sizə elə hiss elətdirmək istəyir. Qadınlar daha çox bədənlərini daha çox sevir, yoxsa daha çox tənqid edir bugünkü dünyada? Təəssüf ki, bugünkü gündə qadınlar sosial şəbəkədə bəzi məqamlara rast gələrək özlərini fərqləndirirlər digəri ilə. Daim müqayisə edirlər və ona görə də daha çox tənqidlə üz-üzə qalırlar. Onda niyə yoxdur? Məndə niyə belə deyil? Ondan bax, belədir, məndə niyə elə olmasın kimi düşüncələrlə daim özlərindən narazı və tənqid içərisindədirlər. Kompleks yaranır ki, Bəli. mən onun kimi olmağa çalışım. Bəli, hansı ki sosial şəbəkə, irəli hətta. yəni görünüş onlar üçün o qədər vacibdir ki, heç sağlamlığı nəzərə almadan o görünüşə nail olmaq üçün hər şeyə hazırdılar. Sizcə bu səhvdir, yəni Təbii bu ki, dərəcədə səhvdir. sağlamlığa zidd. Bəzən elə olur ki, sağlamlığa görə eləyir, məsələn, çox kilolu xanımlar özünə baxır, bir ilham alır ki, mən də bunun kimi arıq olum. Bəli, bəli. Amma bəzən okey, sağlamsan, piyləmə o qədər deyil, amma özünü riskə atırlar Bəli. və sağlamlığını gözə alaraq özünü daha da pis günə salırlar. Bəli, var. Çox Tam da elə. olaraq sizinlə razıyam. İnsanlar sizi diyetoloq kimi tanıyır. Sizcə sizi seçən bir xüsusiyyət nədir? Yəni seçdirən. Özümə qarşı olan fikrimi qoyuram kənara. Mənimlə işləyəndən sonra artıq bir neçə gündən sonra mənə gələn geri dönüş pasientlərin fikirlərini ümumiləşdirib deyəcəm. Siz heç də göründüyü kimi deyilsiniz. Ay necə sadə xanımsınız, necə insana daha yaxın ola bilirsiniz. Biz sizinlə işləməyə qərar verəndə düşündük ki, biraz heç də belə olmayacaq. Yəni tamamilə başqa cürə görünürəmmiş, xəbərim yoxdur. Amma zamanla onlar məni daha da yaxından tanıyanda görürlər ki, heç də yəni sərhədli biri deyiləm. Tam əksinə səmimi. Çünki bu işdə səmimiyyət mütləqdir. Sən ən azı bir ay birlikdə olursan o pasientlə, telefonda daim münasibətdə olursan və ona bir addım yaxın olmaq, onun zəif yerini hiss edərək ona dəstək olursansa, artıq onun üçün doğmalaşırsan. Və düşünürəm ki, məni digər bu sahəmdə bir addım önə gətirəndə insanları hiss edə bilməmdir. Onlara bir koç motivator kimi yanaşa bilməmdir.
Bu çox gözəl bir şeydir. Düşünürəm ki, mən də o qədər olub dietoloqlara müraciət eləmişəm, amma bir gün, 2 gün görmüşəm ki, yəni bu məni hiss eləmir, mənimlə məşğul deyil, mənimlə nə bilim bəlkə o bəzi deyirlər müştərilər kaprizmi, nazmı olur ki, onu istəyir qarşıdakı insan onu başa düşsün. Bəli, çünki dietoloqlar sizin kimi də çoxu fitdir, gözəldir, hamı istəyir ki, onun kimi olsun, o da ona bir üstündə dursun da, onunla məşğul olsun. Çox gözəl, yəni ki, bu xüsusiyyətlər sizdə olduğuna görə çox gözəl bir şeydir. Çox sağ olun. Bu gün bildiyiniz bir şey olsa, 10 il ki əvvəlki Lalə xanıma o həmin bildiyiniz nə demək istəyərdiniz? 10 il öncəki Laləyə bugünkü təcrübədən nə başa salardı? Bugünkü günə görə, bugünkü mühitə görə insanın özgüvənli olması, insanın nə istədiyini bilməsi çox vacibdir. Və özgüvənli xanım digər xanımlardan bir addım öndədir. Və zamanla da mən özümdə özgüvənsizliklər çox görmüşəm. Özümə deyərdim ki, daha ürəkli ol, daha özgüvənli ol və bildiyini ortaya qoymağa çəkinmə. Bugünkü təcrübəmdən irəli gələrək özümə onu deyərdim. Və neçə ildir bu sahədəsiz Lalə xanım? Avqustda 8 il olacaq. 8 il maşallah. Yəni bu 8 il ərzində bunu anladınız, başa düşdünüz ki, yəni əvvəlki 8 ildən qabaq olsaydı belə bir başlanğıc olardı sizin üçün. Bilmirəm, yəqin ki, ailədən gəlir o. Evin qızı olmaq, balacası olmaq. Atam misal üçün mənim və qardaşımın təhsili üzərində daim əmək göstərib və istəyib ki, təhsilimiz olsun, amma hər zaman da məni sustururdu. Yəni özünə də demişəm onu. Sən bir kiri. Sən xanımsan. Da, papa Şəmkirlidir. Yəni Şəmkirliyik biz. Ləhcəsində də var. Sən bir kiri, sən bir sus, sən bir dayan. Amma yəni o savadı da o verir ki, məndə bu özgüvən yaranır. Var, amma yəni onu daim mən bir addım geridə qalmışam. Səsimi çıxarda bilməmişəm. Olub ki, yəni bildiyim bir dərs zamanı izah olunan bir şey mən bilmişəm, amma əlimi qaldıra bilməmişəm. Ki olmaz. Qoy qulaq asın, bəlkə o məndən ağıllıdır, bəlkə o daha düzgün danışır. Bəli, səhv eləməyə belə qorxmusunuz. Amma indi yox. Mən deyərdim ki, mənim indiki özgüvənim daha çox mənə yoldaşımdan gəlir. Yoldaşınız. Çox gözəl bir evliliyiniz var. Çox sağ olun. Yəni bu da çox kompleksiz insandır, çox özgüvənli insandır və ona baxıb sanki mən də daha sözümü deyə bilərəmmiş kimi və deyəndə də görürəm ki, hə, mən düzəm. Özüm öz sözümü eşidib görürəm ki, hə, mən düzəm. Mən bu işin arxasındayam və mən düz hərəkət edirəm. Bu həqiqətən də qadının həyatında düzgün evliliyi deyərdim ki, ən böyük jackpotdur. Çox gözəl. Çünki harada iş gəlib evliliyə dayanır. Bəli. Yəni çox qaçılmaz bir şeydir. İndiki zamanədə çox qürur vericidir belə şeylər eşitmək ki, yəni yoldaş dəstəkləyir. Bizim bəzi olan xanımların kompleksləri və yaxud sıxmaqları eyni qaydada məndə də olub, o qədər mamam qoymayıb ki, uşaq vaxtı fikrimi deyim. Yəni sakit dur, uşaqsan və s. amma yəni mən indi də inşallah gələcəkdə ana olanda bunları çox düşünürəm ki, yəni səhv də olsa o qoy danışsın, qoy fikrini desin, formalaşsın və səhv eləməyə də qorxmasın. Bəli. Bu sahəyə gəlməyinizdə dönüş nöqtəniz nə olub? Atam. Yəni ona görə gec gəlmisiniz çox, yoxsa? Yox, tam əksinə. Dönüş nöqtə deyəndə bu sahəni sevməyim, yoxsa bu sahəyə tam anlamadım. Sevməyiniz, bəli. Papa dəstək olub sizə. Yəni hər zaman deyərdi ki, biraz diqqət elə, az ye, elə bir kök gəlmisən. Yəni hər zaman, çünki biz tərəfdə, yəni əmim qızlar tərəfdə hamısı hündür qızlardır. Mənim özümün boyu da 1.68-dir. Yəni qadına görə hündür boyum var və biz birdən-birə hamımız sanki belə gözə gəlimli olduq. Papa da onu sevmirdi ki, məsələ bir yekəlmisən, elə bir böyümüsən. Momiya da deyirdi ki, onun biraz yeməyinə diqqət edir. Çünki biz yeyimcil ailə idik. Bizim evdə yemək bir növ bişməzdi. Biri var ailənin həcmi az olsun, biri var ailə gəldi gedər idi. Qonaq çox olurdu, yemək bol bişirdi. Mən də yəni özü ailəmimdə yeyirdim, yaşayırdım yəni. Papaya bu xoş gəlmirdi, mamaya həmişə. Bu neçə yaş aralığı olardı? 6-7 oxuyanda. Məktəb vaxtı. Rusların da içində oxumuşam. Onlar hamısı balaca, ən hündür mən olurdu. Mən qabaqda mən olurdum. Mən bunu sevsəm də papaya bu, yəni necə? Yəni elə bir çox şey görsənirsən. Hər zaman onu mənə daha yaşından böyük. Bildirirdi onu mənə.
Misal üçün mən saçımı bir dəfə qısa kəsdim, o onun üçün böyük bir şok idi. Yəni saçın Xəbərsiz. saçın uzunluğu yox, yəni o qədər qısalığı gözlənmirdi. Saçın uzunluğunun üzərində əsən bir düşüncəsi yox idi. Sadəcə niyə daha da böyük göründün? Niyə daha da yəni bu özümə diqqət etməyi, yediyim tikəyə nəzər yetirməyi mənə papa öyrətdi. Öyrətdi. Hə, düzdür, bizdə də elə uşaqlıqda olurdu ki, mənim atam yemək ye, ət ye, filan şey ye, hər şey ye, amma bir dənə çörək yemə, ağ məhsullardan bizi çox uzaq saxlayırdı. Mən özüm də Qazaxstanda böyüdüyüm üçün orada zaten çörək dadlı deyil idi. Yəni indi bizimki kimi təndir çörəyi indi Azərbaycanda. Sonra yəni mən çox arıq olmuşam, hədsiz arıq olmuşam. İndi izləyənlər bilir Instagramda. Amma sonra biz Azərbaycana köçəndə mən o çörəyin dadına baxmalı idim. Çörəklər, bizdə ağartı məhsullar, çox başladım yeməyə və qabağını ala bilmirdim bir müddət 63, 65 kilo. Sonra özümü toparladım. Yəni ki gördüm ki belə yəni dadlıdır. Hər gün yemək var, amma özümə diqqət eləməliyəm bəli. Lara xanım, sizcə insanları ən böyük dəyişən bir şey nədir? Məlumat yoxsa yaşadıqları təcrübələr? Kimdə fərqlidir. Misal üçün çox təəssüf ki, bugünkü gündə heç bir təcrübəsi olmadan, amma sosial şəbəkədə nəyisə görüb, filan kəs deyir, filan kəsdə belədir deyib də bilmədən onu öz üzərində tətbiq edir. Hansı ki, bəlkə də onun üzərində elə alınmayacaq. Özü onu öz təcrübəsinə çevirmədən kimdəsə görərəkdir ki, bu yaxşıdır ki, bu yaxşı deyil, bu olmamalıdır. Çox təəssüf ki, bu dəqiqə öz fikri olan insanlar çox azdır. 50-50. Bəli. Yəni hamısı ətrafa diqqət eləyir, insanların düşüncələrinə diqqət eləyir. Bəli, o da vacibdir bir növ, yəni öz ağlını itirməmək üçün. Amma yəni o dərəcədə mən onu düzgün bilmirəm. Mən pasientlərlə də öncədən konsultasiya eləyəndə birinci növbədə qarşımdakının artıq danışığından onun nə qədər özgüvənsiz olub, kiminsə sözündən təsirləndiyini görürəm və birinci növbədə də həmişə bildirirəm ki, heç kəsin ailə daxili hətta sevdiyin insanın belə sən kökəlmisən deyə bir deməyə sözü ixtiyarı yoxdur. O ixtiyarı vermək olmaz. O həyat sənin həyatındır, bədən sənin bədənindir. Kiminsə sənə deməyə ki, sən kökəlmisən, o çox yanlış bir yanaşmadır. Onu deyən insan artıq öz həyatından narazı. Amma biri var yad adam, amma biri var məsələn nə yad, nə yaxın, ixtiyarı yoxdur. Onun nə ixtiyarı var? Onsuz da hər insan özünün fərqindədir. Sevirəm o qadını ki, özünün fərqindədir. Yəni bir də görsən pasiyent götürürəm 25-26 yaş arası, bir 100 kilo. Yəni istər-istəməz sual doğulur ki, uşaqlıqdanmı belə? Yəni nə qədər, nə zaman özünün fərqində olmamısan ki, sən artıq 3 rəqəmli çəkidəsən? Bilmirəm, kökəldim də. Bəs düşünmürsüz evdəki valideynlər olsun. Yəni bu artıq sağlamlığa qarşı bir şeydir. Yəni bu piylənmə və s. Yəni bu insan hiss etmir ki, artıq ağırdır. Bu insan özü hiss etmir. Bəs bunu ətrafdakı və evdəki bunu demək məncə İnsan birinci özü. Özü? İnsan birinci. Çünki ətrafdakı bunu desə belə o ətrafdakını önəmsəmir ki, yüzlərdədir, amma insan özünün ən böyük psixoloqu, ən böyük dietoloqudur. İnsan fərqindədirsə ki, artıq ağırdır, heç nə yox, təngənəfəs olur. Artıq hansısa bir libasa keçmək, hardasa fit görünmək görünüşünü qoyuram bir qırağa. Sağlamlıq baxımından görürsə ki, heç nə yox, təngənəfəsdir artıq. Yəni 2 addım hərəkət edə bilmir. O ondan böyük adama nə siqnal ola bilər ki? Amma yəni kiminsə gəlib sənə deməyə ki, sən kökəlmisən, heç kəsin ona ixtiyarı yoxdur. Həyat onun həyatıdır. 60-da da gözəldir, 70-də də gözəldir. Özünü sevsin, özünü o çəkidə sevsin, özünü başqa heç kimin heç bir kəlməsinin düzgün deyil. Mən də öz fikrimcə düşündüm ki, mən ətrafa fikirlərini yox, mən özümü həmişə o təsəvvür etdiyim bir formada görmək istəyirəm. Yəni mən özüm ona həmişə can atıram. Sizə deyim ki, qadının fikri ildən ilə formalaşır. Mən biri özüm. Mən boyum 1.68-dir misal üçün. İdeal çəkini hesablasaq, mən daim 56-58 arasında olmalıyım. Mənim qızımın 1 yaşına qədər mən 56 çəkidə olmuşum. Mən artıq son 6-7 ildir özümü 56-da sevmirəm. Mənə bu xoş gəlmir. Mən daha 60 kiloyam. Yəni mənim üçün 56-58 eləmək 2-1-2. Yəni mən özümü 60-61 arası, yəni o çəkidə sevirəm. Artıq üzvünüzün, yəni bu 1 yaş dönəmindən sonra üzvünüzün bu formada olmalı. Bədənimi bu cür sevirəm. Yəni artıq yəni yanımda boyumu keçən o övladım var. Bu da mənim həyat prinsipimdir. Qadın var deyir ki, mən yenə də orada 56-nı görməliyəm. O çox yanlış. Özünə etdiyi ən böyük yanlışdır tərəzidə rəqəm güdmək. Hər ağırlıq köklük
deyil. Mən məsəl üçün 60-amsa yenə də 56-da geyindiyim şalvara geyinə bilirəm. Bəli. Söhbət amma görünüş olaraq məni bu görünüş qane edir. Bu yaşımda, bu yay mən bu bədəni sevirəm. Və heç kəs də mənə demir, sən keçən yay daha arıq idin və ya keçənki yayın paltarın. Reaksiyonuz nə olur elə deyəndə kimsə? Valla şükür Allah ki, mənə elə bir söz deyən olsa. Ancaq o sözü yoldaşımdan qəbul edərəm. Mən əksinə, yoldaşım mənə deyə bilməz o sözü. Yox, inanın ki, yəni durum deyim ki, yola verən bir insandır. Yox. Yəni hər şeyi seçən bir insandır. Deməyib, ondan o kəlməni də belə eşitməmişəm. Lalə xanım, qadınlar niyə özlərinə qarşı daha sərtdirlər? Bayaq da vurğuladım. Sərtlik nə zaman düşür ortaya? Alır əlinə telefonu, baxır kiminsə reelsinə. Görür ki, orada arıqdır və yaxud istədiyini alıb geyinir. Artıq o qadına qarşı da aqressiya yaranır, özünə qarşı da aqressiya yaranır ki, məndə niyə belə deyil? O qadının gəldiyi yolu düşünmür. O yolu fərq edir. O hoppanaraq o nəticəni istəyir. Və o yoldakı əziyyəti gözünün qabağına gətirmədən birinci dəfədən nəticəni əldə etmək istəyir. Ona görə özünə çox sərt davranır. Qısa bir zamanda 20 gün qalıb kiminsə toyuna yazır. 20 günə toy var. Mən arıqlaya bilərəm 20 günə. Bax açıq-aşkar mənə gələn mesajları deyirəm. 10 günlük dietanız var. Falan qədər yox, minus 8 kilo nə qədər vaxtda mümkündür. Artıq mən ona o qədər lazımı cavabı verirəm ki, o üzünü döndərir hara? Kofeyə, çaya və ən sonda iynəyə. Çox təəssüf ki. Arıqlama, bəli, o iynələrinə, ziyanlı bir. Təbii ki. Yolla açığı mən də düşünmüşəm elə şeyləri. Çünki bilmirdim ki, sağlam qidalamaq çox önəmlidir və mən düşünürəm ki, bir çox onu bilmir də cavan yaşında 25-24 ki, yəni sağlam, çünki həmişə arıq olan xanım birdən-birə kilo alır. Yəni şəxsən məndə elə olub, çünki mən heç gözləmirdim ki, mən nə vaxtsa ümumiyyətlə kilo ala bilərəm və xəbərsiz. Və həyatda. Mən bunun yaxınımdan eşitdim deyən, yəni bu pis mənada deməyib hətta ki, mən pide alanda mənim üzümdən başlayır və qollarım belə bədən heç dəyişilmir ki, Məryəm xanım sən biraz sanki kilolamısın, amma çox gözəldir. Yəni. Amma mənə o təsir elədi də, çünki mən özümü elə kilo fərqliyi görməmişəm və kiloya belə çıxmırdım da, tərəziyə çıxmırdım. Getdim, çıxdım həmin gün, gördüm ki, mən həqiqətən 4-5 kilo artıq almışam. Olsun. Bəlkə də gözəl bir şeydir, amma yenə də yəni özümü o standartda görmürdüm. Mənim də boyum 1.68-də, amma 56, 57, 58 maksimum, yəni mənim üçün 60 görəndə dedim bu nədir belə? Və diyetoloq baxdım. Bir aya, 2 aya arıqlama dedim, o mənim üçün çoxdur. Gördüm ki, bəzi blogerlər paylaşır, tez-tez çaylar olsun, nə bilim, kofelər olsun. Yaxşı, bir sual verim. Həyat var, qida var. Varmı o çay daim? Varmı o kofe? Yox. Varmı o iynə? Yoxdur. Qida ilə yollaşmalısan, bədəninlə əməkdaşlıq etməlisən. Sən bədənin sənə verdiyi siqnalı duymalısan. Bu dediyim müvəqqəti olanlar dietanın heç sevmirəm o kəlməni, dieta. Bu həyat tərzidir. Onun da müvəqqəti növləri var. Yenə də qida üzərində mono dietalar var, hər hansısa bir yöntəm, keto var, dükan var, İsveç diyeti var, aralıqlı oruc var. Diyetaların belə fərqli növləri var. Yəni sən yaxşı, deyək ki, kalori hesablamaq. Hara getdin tərəzi ilə mi geyəcəksən? Yediyin toyuğu tərəzi ilə. Yəni amma indi telefonla da məsələn nə qədər dəqiq ölçsə də. Yəni o həyatdırmı? Yox, amma bilirəm ki, bu hər gün olan bir şey deyil. Məsələn, özümü saldım, istədiyim çəkiyə. Soda, yəni o qalacaq bir müddət. Və mən az yeyirəm. Amma çox zülmdür, nə yalan deyim, yəni dəyişir. Nədir zülm? Məsələn, həmişə mən doyunca yeyən adam, mən bilirəm ki, bu tortu 2 qaşıq yeyəcəm bu dəfə. Dadacağam, doymayacağam ondan yəni. Yəni sən onda xoşbəxtliyi yeməkdə tapırsan. Bəli. Mən bilirəm ki, yəni mən bu ərəfələr indi hamiləyəm deyən biraz hiss eləyirəm ki, yemək mənim üçün önəmli deyil. Bəlkə də bu da bir təcrübə olacaq mənim. Amma indiyə qədər mənim üçün məsələn qızlarla gedim, dadlı yemək yeyim, oturum, yəni dadlı çay içim, dadlı yemək yeyim və belə 100% həyatım deyil idi, amma yəni bir 40% rol oynayırdı həyatımda. Mən bilirdim ki, bu çox bir səhv bir şeydir, amma yəni yemək mənim üçün eşq idi də.
dadlı yemək yeməyəndə mən aqressiv olurdum ki, ayda. Yəni mən abedimi dadlı eləmədim də. 100% axşam dadlı yemək tapmalıyam. Kim deyir ki, sağlam qidalanma dadsızdır? İnsanların beynində sağlam qida yeməmişəm diyetə hələ ki, qreçka və toyuqdan ibarətdir. Elə deyil axı. Da, bəlkə də düzdür. Elə deyil. Yanlış. İnsanlara adi sadə menyuları o qədər bir-birinə oxşar şəkildə qruplar içərisində paylayıblar ki, mən qınamıram, heç kəs qınamıram. Mənə verilən sualdan artıq qarşı tərəfin nə qədər travma aldığını görürəm. Ucu sual gəlir ki, elə olacaqsa mən istəmirəm ha. Çünki bəli, siz dediyiniz kimi dietologlar adi fitnessdə gedəndə bir dietoloq kimi özü bir tətbiq edir sənə menyu. Çox yanlış. Və Getsin o qədər işini görsün. Bəli, və o qədər dadsız bir mənə belə yaşadığım təcrübədən deyirəm, dadsız bir yeməklə qreçka yanına. Ona görə də müvəqqəti olur. Və mən yəni istəməmişəm. Ona görə də müvəqqəti olur. Bəli, bəli. Səhifədə nəticələrdə də var, paylaşıram. Mənlə işləyən Ərəfədə tətilinə gedən də var, xeyir işi olan da var, yəni məndən sonra çəksi gedən də var. Yəni günlük rasionları o qədər primitiv, oxşar formada eləyiblər ki, misal üçün özümün qabağına çıxıb rastıma gəlib elə bir menyu. 3-cü günün səhərini 5-ci gün axşam elə, 5-ci gün axşamını 2-ci gün günorta elə. Yəni fantaziya deyilən bir şey yoxdur. Onu özü də onsuz da o anlaya bilər ki, qreçkanı qaynadıb yesə arıqlayacaq. Bəli. Buna görə heç bir qarşı tərəfdən dəstək lazım deyil. Amma menyularda fərq yaratmaq, qarşı tərəfinlə empati qurmaq, verim də sənə hər gün o qreçkanı toyuqla yeyə bilərsənmi? Yox. İndi qarşı tərəfi anlayaraq menyu tərtib eləmək lazımdır. Hər kəsin psixoloji yükü başqadır. Bəli, müştərini hiss edirsiniz. Ona görə mən fərdi işləyirəm. Hər kəsin psixoloji yükü başqadır, hər kəsə yanaşma başqadır. Ona görə də yəni mənim özümə deyən var ki, misal üçün mən 3 günə rayona gedəcəm. Mənim soyucumda filan şeyim var. Qalıb xarab olmasın. Mən ondan menyu verirəm ona. Mənim üçün menyu tərtib eləmək 2/2-dir. Dursun bu gün misal üçün qəfil köçsün, getsin filan bir rayona, bir həftə qalası olsun orada. Layla xanım, burada filan şeylər var. Nə yeyə bilərəm? Filan. Yəni balansı pozmadan. Siz daima əlaqədə olursunuz və indi bir saatdan sonra mən telefonumu sizə göstərəcəm. 100-dən çox mesaj olur. Mən onların hamısını bir-bir cavablayıram. Yəni çox həvəsli olmaq lazımdır bu işə ki, bu işi görəsən. Çox sevirəm. Qadınların enerjisini çox sevirəm. Onların dəyişimini görmək. Onların o mənə atılan səsləri var. Layla xanım, qardırobumda əsə keçmişəm. O məni bir yenidən yaradır. O qədər yoldaşlarının qısqanıb onları, düzdür, indi qısqanıb harasa icazə verməmələri o tam başqa bir məsələ. Ailə içində mən arıqlatdım səni. Mən baxıram ki, qadın ondan xoşbəxtdir. Yoldaşı ona icazə vermir filan yerə getsin, icazə vermir filan şey geyinsin. Yəni Layla xanım, mən sarafanlardan Latinaya keçmişəm deyən o qədər gözəl səslər var ki, yəni mən mütləq xahiş edirəm. Neçə ayım qalıb? 5 aydan sonra yanınızdayam. Siz həyatınızın ən gözəl dönəmini yaşayırsınız. Yəni doya-doya yaşayın inşallah. Mən hər zaman buradayam. Onu deyib qalmayım da. Yəni mən özüm qızımı dünyaya gətirəndə 87 kilo ilə girmişdim. Ayda. Bəs ümumiyyətlə siz danışdıq ki, 1.68 boy və çəkiniz 60, 37 yaş. 17-16 yaşda standart çəkiniz arıq olub, çox yoxsa? Uşaq vaxtda çox kök olmamışam. Prosta yəni iri qız olmuşam da. İndi qızım da özümə oxşuyur. Sinifdə 2-ci, 3-cü sırada. İri qız. Amma sonra o bədən proporsiyaları oturur yerinə. Prosta o papaya xoş gəlmirdi. Daim deyirdim amya ki, bəs yesin. Amma alıb gətirirdi. Ürəyim gedirdi şaftalı üçün. Meyvə kökəldir? Hə, meyvə təbii şəkərdir. Gətirirdi bir kletkanı evə. Deyirdi, sən ye, mən baxım. Şaftalının şirəsi buradan axırdı bana. Amma so dedi ki, azalt biraz. Onda meyvə kökəldir. Mən meyvə yeyirəm hər gün. Bəlkə ona görə. Sosial şəbəkələr qadına öz inamını artır, yoxsa əksinə, yəni azaldır? Bunu danışdıq. Baxır kimə? Baxır kim ondan necə yararlanır. İçində özü ilə savaşan bir insan təbii ki, orada baxıb ancaq təsirlənir o reelslərdən. Hansı ki, bəlkə də o reelsi çəkən heç də həyatında elə deyil, prosto elə yansıdır. Özünüz də bilirsiniz, sosial şəbəkədəsiz. Amma psixologiyası zəif insana o təsir edir. Və indiki dövrdə bu sual vermək istədim. Yəni sizcə o İndi insanlar görürsüz, fərqli-fərqli müştərilər, fərqli-fərqli bəlkə də ölkələrdən, Azərbaycanlı olsa da indi hər dili bilirsiniz də, rus dilində bilirsiniz və
onlardan psixologiyası zəif olanlar daha çoxdurmu sizə müraciət edənlər, yoxsa yolunu tapmayanlar daha çoxdur? Xaricdən çoxdur pasiyentlərim. Onların ümumi nəyi deyə bilərəm? Hamısı tələbələrdir. Yəni %70 tələbədir. O da bu mən qınamıram. Ailəsinin içindən çıxır. Biri var universitet həyatına burada ailəvin içində atılasan, biri var qeyri bir ölkədə, başqa bir dil, başqa bir yurdun içi otaqda 1-2-3 nəfər qeyri insanlarla göz açırsan ki, onlarla birlikdəsən və bunların stresi yalnız yeməkdə qaynaqlanır. Özləri də deyirlər ki, stresə düşdük, yedik, indi artıq sizinlə işləmək istəyirik. Amma pasiyentlərin də nə xoşum gəlir? Ümumi misal üçün deyək ki, bax Almaniyadan, Polşadan, Fransadan çoxdur pasiyentlərim. Deyirlər ki, buradakı insanlar üçün yemək şərt deyil. O yanaşma, o ölkənin onlara bunu anlatması çox xoşdur. Çünki biz uşaqlıqdan nə bilmişik? Duran kimi səhərvi ye. Duran kimi səhər. Hə, günortada da vay tez gəl, çöldə oynayırsansa da əlləri yuy, gəl günortağı ye. Axşam da papa gəlib hamımız stolun ətrafında. Yəni belə böyümüşük. Deyir bunlarda o şərt deyil. O yəni açsansa yeyirsən, acımırsansa yemir. Yəni bu da çox düzgün bir yanaşmadır. Yəni icazə verməlisən ki, mədə siqnal versin. O hissi yaşamalısan, acımalısan. Aclıq hissi ilə biraz baş-başa qalmalısan. Acımadın, evdə yemək var, çəkim qabağıma qoyum, onu yeyim. Bu düzgün yanaşma deyil. Bəli, aclıq hissi olmalıdır. Qatılıram sizə. Amma mən elə böyümüşəm, yəni uşaqlıqdan. Gəl ye, yemək var. Yox, yəni acanda yemək yemişik biz. Mən də uşaqlarım elə böyüdürəm. Bir gün axşam yeməyini açsaq da gözləmişik ki, atam gəlsin bir yerdə oturaq. Amma belə, yəni o bizdə zapret olmayıb da mütləq yeməlisən. Mən yox, mama deyirdi ki, bala saat 2-dir, günortanın vaxtı keçdi. Amma mən ac deyiləm axı. Nə? Hə, bəs mən hazırlamışam, bax gəl də çəkmişəm yeməyi. Acımadım və qabındakı da bitməlidir. Mənə ola bilər ki, ətraf təsir edirdi. Çünki məsələn mən gəldim Azərbaycana köçəndə, görürdüm ki, hamı gedir abedə, bu yemək yeməlidir. Yəni mən də gedirdim, yemək yeyirdim və yaxud otururduq qızlarla, yəni mən ac deyiləm də, hamı yemək yeyir, mən də zakaz edib yeyirdim. Yəni belə olurdu. Ola bilər ki, ətrafdan kökəlirik. Çox gəzməyin. Layla xanım, növbəti sual: müasir qadın niyə yoruldum deməyə utanır? Çünki mən deməzdim, düzgün düşünən qadında o düşüncə olmaz. Yanlış düşünən qadın müasirliyi yorulmamaqda görür. Yorulmamaqda görür. Hə, düşüncəsi yanlışdır. O elə bilir ki, müasirlik güclü olmaqdır. Amma yorulmaq, nəyisə bacarmamaq özü bir zəriflikdir. Mən misal üçün, bəlkə də mənim xasiyyətimdən irəli gəlir. Mən xoşlayıram, misal üçün, yoldaşımdan təkrar nəyisə soruşum. Misal üçün, mən bura gəlirəm də. Mən buranın adresini birinci ona atacam. O mənə var, konum var, hər şey var, izah olunub, necə gəlmir, o mənə bir daha izah eləyəcək. Və o özünü bu sahədə məndən üstün görür və bu mənə xoş gəlir ki, yəni mən siz bəlkə də onu tapacaqsınız, yəni. Bəli, tapacam təbii ki. Özünüzü yormamağa. Bəli, o işi ona tapşırıram. Ki, yəni bunu sən elə də, yəni bir dənə deyir ki, orada var da, deyirəm ki, bir dənə səndən hara girəcəm. Hansı ki, qayıdıb o səhifə girib baxsaq görəcəm. Mən istəyirəm o onu desin, o da onu deyir. O sizə deyim ki, o da ona xoş gəlir. Soruşmasam, nətər götürmüşsün, nətər. Örgəşib ki, ay da nə gözəl. Hə, örgəşib ki, Lalə indi soruşacaq. Hə, yəni qoy eləsin də, qoy başa salsın, qoy əziyyət, qoysun o işini, gəlsin bir də səs atsın ki, mən hara girməliyəm, oradan çıxım. Nə gözəl. Siz həm də diyetoloq, həm iş qadını, həm də zərif olmağı bacarırsınız yoldaşınızdan. Çox gözəldir. Yox, mən bilirsiniz necəm, hər şeyi özüm eləyəcəm. Evdə eləyəm. Yəni olub ki, məsəl üçün mənim yoldaşım olmayanda məcbur qalıb mən, yəni təbii ki. Bu ən çətin işdir bu dəqiqə bu kombilər. Ona belə yəni qarışdığım, usta ilə birlikdə bir şey ortaya çıxartdığım olub. Amma yəni sonra görürəm ki, yox, mən özümü sevmirəm. Bu mən deyirəm. Mən gedim öz işimi görürəm. Ev məsəl üçün deyək ki, qazın kartı koda düşüb. Bu dəqiqə mən onu gedərəm də, aşağı düşüb açdıraram da, yeri gəlsə o dərəcədə işlər yox. Yəni komendant da var, çağıraram da, amma yox, qoy heç nə olmaz, 1-2 saat üşüyərik, amma gəlsin öz eləsin. Yəni başqa öz eləsin. Heç onlara mən heç özümü belə yormağın yasını belə istifadə eləmirəm. Amma yəni bəzi işlər olur, məsələn, nə bilim, nəyisə açmaqdır, qalxıb yuxarıdan götürməkdir. Onlara səbrim çatmır, gözləyə bilmərəm, yəni. Özümü, həyatımı riskə də atıb onu eləyirəm ki, yəni o səbrim çatmır. Amma
bu dediniz, o çox gözəl bir şeydir. Yəni məsələn özümü biraz həm də mən düşünürəm ki, o qədər o işlərə atırıq ki özümüzü, biraz necə deyim, sonra özümüzü başlayırıq görməyə ki, mən hər şeyi bacaracağam, nə bacarmalıyam, eləməliyəm, tapmalıyam, getməliyəm. Amma yoldaş da nə üçündür bir yükünü ondan kömək istəmək, yoruldum, bacardım demək lazımdır. Düşünürəm, yəni bu müasirliklə əlaqəsi yoxdur. Sizlə eyni düşüncədəyim. O suala gəlib çatırıq. Yəni hər şeyi bacaran qadın obrazı sizcə yəni ona güc verir, yoxsa yorur? Bunu indi müzakirə edirdik zaten sizlə. Yox, elə bayaq dediyim kimi, nəyisə bacarmamaq ən böyük zəriflikdir. Yəni nəyisə də, yəni necə deyim? Müəyyən şeylər. Yəni özün bölməyi bacarmalısan. Nəyisə ona saxlamalısan. Yoxsa ki, elə o da deyir ki, yəni hər şey alınır onda. Onsuz da o bilirsən hansı gücə maliksən. Onsuz da o bilir ki, yəni yoldaşdan gedir söhbət. Olmasa bir evin içində, yəni yoldaş iki tərəflidir də, yəni o bilir ki, onsuz da misal üçün bir gün, 2 gün eləməsə durub özüm eləyəcəm. Amma yəni artıq eləyəndə də sifət eləyəcəm də öz payını götürəcək. Ona görə yəni düşünürəm ki, hər şey eləmək zorunda deyilik və hər şey eləməklə də güclü olmuruq. Güclü olmuruq. Tam əksinə zərifliyimiz olmalıdır ki, yəni bunu mən eləmirəm. Bunu sən elə. Düzdür, qatılıram sizə. Layla xanım, sizcə indiki zəmanədə qadınlar daha çox sağlam görünməyə çalışır, istəyir, yoxsa ideal? İdeal. Bəli. Sizcə bu ölkədən ölkəyə fərqlidir də? Yəni bizim ölkədə daha çox ideal görünməyə çalışırlar. Hər. Bizim ölkə üçün görünüş, bizim insanların düşüncəsi üçün görünüş çox xaricilər belə gələndə deyirlər, "Oyda sizin qızlarınız nə gözəl görünür də." Yəni çoxdur bizdə daha çoxdur. Mən məsəl üçün çox rahatıma düşkün insanam. Mənim üçün mənim geyindiyim libas birinci növbədə mənə rahat olmalıdır, məni sıxmamalıdır. Mənim ayağıma ağrıdan kabluku geyinmərəm. Nə qədər də qəşəng görsənsəm. Amma çox təəssüf ki, bu elə deyil xanımlar, eybi yox, sıxsa da, incitsə də o kablukda 1 saat, 2 saat, 3 saat zorla da gəzim. Şəklim olsun. Gedim videom olsun, şəklim olsun, qoyum. Yox. Təəssüf ki, bu dəqiqə toyda o ağırıq gəlinliyin belimi kəsi eləyib. Giyinmişəm ki, yox mən bunu giyməliyəm. Bəli, təbii ki, yəni amma təəssüf ki, daha yaxşı olardı sağlamlığımı düşünsəydim, həmin rahatlığımı, ideal görünüş üçün. Bəli. Yəni o məncə yaşla mənə gəlir, sizləri bilmirəm. Amma sağlamlıq daha önəmlidir. Bəli. Və heyranam. Elə xanımlar görəndə sizin kimi çox heyranam. Xoşum gəlir ki, yəni və düşünməyə vadar edir insanlar ki, sağlamlıq daha önəmlidir. Çünki indi məsələn sağlamlığım nəsə çıxanda qaçıram, tez yoxlatdırıram, görürəm ki, buna vaxtında düşməli idim üstünə. Bədən heç nəyi unutmur axı. Bəli, bədən indi reaksiya verir ona. Reaksiya indi verir. Və yaxud həmin kəsikdir, getmir oradan, məni narahat eləyir. Bunu necə bilə ancaq lazerlə və yaxud şu kremlər və s. heç biri xeyri yoxdur. Yəni bunu vaxtında digər gəlinlikdə də gözəl görünəcəkdir. Bəli. Yəni onu həmin an düşünmədim də dedim, standartlar budur. Və yaxud elə bu saçımıza olunanlar. Hər ay bir rəng, bir kraska, zavivka, qaynaqdır. Unutmur axı saç onu. Sən unudursan. Şəkilə baxanda desən ki, mən keçən yay rəngim bu rəngdəydi. Geyimdən də bu rəng. Bu saç üst-üstə unutmur. Sonra qurudu, töküldü, atamda da tökülüb, anamda da atırıq irsin nəslin boynuna. Elə deyil. Nə edirsən, sözünü edirsən. Özümüz eləyirik. Düşünürük ki, bu həmişə belə olacaq da. Yəni maskalar vuracaq, saçımız tökülməyəcək. Daxilən bunu çək. Mən o dəfədə bir podkastımda bir söz işlətdim. Deyir ki, misal üçün qida deyirlər ki, sağlam qida bahalıdır. Bəli. Mənə həqiqətən də çox belə maraqlı qalır qadın xeylağı. Bu hazır qidalar, belə deyək, bu Bravoda falan satılan roltunu 2-3 manatı düzəldib günorta yeyir, amma üzünə 100 manatlıq narsın analizini çəkir. Bəli. Yəni nə əlaqə? Sən get o 100-ü ver qidava, düzgün qidala. Üzvə heç, yəni onsuz da sən daxilivə nə atırsansa, o üzə bir uzə verəcək də, o gözəllik çıxacaq da, bu cilddəki bu, yəni özü o həddə gətir ki, o yəni zamanla heç o narsa da ehtiyacı olmasın. Onu yəni çünki insan deyir, nə yeyirsənsə osan. Yəni nə yeyirsənsə, nə atırsansa, buradan aşağı nə keçirsənsə olsun. Və yaxud siz demiş, yəni hazır
bizim anlayışımız necə idi? Bu dietik qidalar vaxtımız olmadığına görə işləyirik, yemək bişirmək və s. zakaz edirdik. Var da belə dietik yeməklər hazır gəlir, günə 3-4 dənə paket göndərirlər. Onlar da dadsızdır. Yəni bunlar da baxırsan ki, bu nədir? Paketlənib evə gəlmiş qida nə qədər dadlı ola bilər? Bəli, bəli. Balanslı boşqab sənin evində yığılan boşqabdır. Bəs biz tutaq ki, hazırlasaq evdə. Siz tərtib elədiyiniz menyunu, onu da eyni qaydada 3-4 paket hazırlaya bilərəm ki, sabahki bu mənim qidalanmamdır da. Metronun içində mənim verdiyim yeməkləri yeyən qızlarım var. Wow. Yəni hər şey istəkdən asılıdır. Bu elə marketlərdə yazılan sağlam qida kəlməsinin altındakı bütün qidalar hamısı qeyri-sağlamdır. Çünki hamısı paketlidir. Paketli qida hamısının içində qatqı var. Düzdür. Yəni durum deyim ki, biz hamısını, yəni orqanik yeyirik. Yox, onda gedək biz Köçək rayonunda yaşayaq. Bəli, bəli. Yəni mənim nəslim köküm Şəmkirdəndir. Hamımız əkin becinlə məşğuluq. Orada yəni bütün qidaların tərkibində, gübrəsində dərman var. Yəni qatqısız şey heç mümkün deyil. Qatqı bütün qidalarda var. Amma yəni ən azından dəyərləndirmə fərqlidir. Bax gedirik bravoya, misal üçün marketə. Siz də balıq alırsınız, mən də balıq alıram. Deyək ki, mən düzü balığı Keşlə bazarından alıram, misal üçün. Siz də alırsınız, mən də. Mən o balığı gətirib bastırma eləyib sobaya qoyuram. Siz qızardıram, yağı da yeyirəm. Yəni dəyərləndirmə fərqlidir. Qidaya yanaşma fərqlidir və o işləyirəm, mənim özümə vaxtım yoxdur. Ən sevmədiyim kəlmədir. Qadının özünə zamanı olmalıdır və 1 saat bəsdir ki, sən sabah nə yeyəcəyi paketləyib hazırlayasan və o sənə rahatçılıq versin. Yəni kalbasanı büküb çörəyə yeməkdənsə, əlvatanda öz qidaların olsun. Və əgər bir qadın onu istəyirsə, onu elə bacarar və mən bunu istədiyimdə, yəni məsələn o dedim artıq kilonu gördüm, yəni özümə saat tərtib elədim. Bəli. Diyetolog tanışlarımdır, YouTube-dur, ChatGPT-dir, araşdırmaq istədim, hamısını yazdım. Qreçkadır, toyoqdur, qaynamışdı, hətta yağlı. Bəzən özümə edirdim ki, gözüm qorxmasın. Yəni o 15-20 günün içində istədiyim ana çatdım da. Bədən sənə təşəkkür etdimi? Geri dönüş aldınmı bədəndən? Görünüşü bəyəndim çox. Yəni. Amma çox istərdim ki, bu daima qalsın. Yəni, o sənin əlindədir. Bunu həyat tərzinə çevirməlisən. Bəli. Ki, çəki də gəlib gedməsin, müvəqqəti olmasın. Layla xanımla işləyirəm, bir ayda elə yaxşı su içirdim, elə yaxşı gəzirdim. Layla xanım yoxdur, heç nə yoxdur. Bəli. Mənli, mənsiz də. Ən azından stabil günlük 40 dəqiqə tempolu yürüyüş, sağlam yuxu və su qəbulu mütləqdir. Qida gələr, gedər. Ola bilər. Toydur, nişandır, yığıncaqdır, bir gün, bir dəfə, 1 saat. Çitdik. Ay sağ ol. Potom davamı gəlməsi üçün bu 3 əsas nüans qaydasında olmalıdır. Çox gözəl danışdınız bunu. Çox sağ olun Layla xanım. Hətta mənə belə təsiri var. Sizə də olsun. Yəni İnşallah. Növbəti sual, güclü olmaqla hər yükü daşımaq niyə tez-tez qarışdırılır bu? Güclü olmaqla hər yükü daşımaq. Hər yükü daşımaq deyəndə qadın o zaman gücdən düşür ki, misal üçün özümdən götürürəm. Mən gün ərzində deyək ki, 6 konsultasiya eləyə bilərəm. Mən artıq onu 7-8-ə, yəni özüm üçün limiti qoymuşam. Maksimum 6 və saat bölgüləri var ki, mənim evdə 2 dənə övladım da var. Mənim öncəliyim mənim ailəmdir. Mənim üçün yəni heç nə onlardan vacib deyil. Mən görəndə ki, artıq əsəb yorğunçuluq məni üstələyir. Mən bunu istər-istəməz evə yansıdıram, övladlarıma yansıdıram. Təbii ki, gördüyüm iş də iş olmur. İşimdən də ləzzət almıram və mənim işim hətta mənə əsəb verir. Bu artıq mənim çəkəcəyim yükün üzərindədir. Çünki o 6 pasiyentdən də əlavə digər pasiyentlərin sualları var axı telefonda, mən onları cavablamalıyam. Yəni bu artıq mənim yükümü aşması deməkdir. Bu başqadır. Amma qeyd etdiyiniz ikinci nüans, yəni yükü daşımaq ya güclü olmaq. Güclü olmaq. Hə, mənim gücüm mənim o 6 pasiyentimə qədərdir. Yəni özünüzün gücündən fərqindəsiniz? Bəli. Bir limit qoymusunuz gün ərzində ki, buna bu qədər gücüm çatacaq, buna bu və mən güclü qadınam zaten. Çünki mən 6 pasiyenti gün ərzində aşıb götürəndə mənim performansım düşür aşağı. Hər tərəf zəif olur, pasiyentlərə verilən cavablar zəif olur. Yəni bunu stabil saxlamaq üçün mən artıq bilirəm ki, mənim yüküm budur. Və mən misal üçün bilirəm ki, bu gün mənim hesabat günümdür. Mən bütün pasiyentlərin tərəzi hesabatını toplayacağam. Hə, mən artıq o günü evimdə
digər işlərimi gecədən planlayıram ki, istər uborkasıdır, istər yeməyin hazırlanmasıdır. O buna, bu ona qarışmasın. Yəni həm işimin keyfiyyəti olsun, həm də işimdən zövq alım. Bunu hər qadın fərqində olmalıdır. Ki, misal üçün, bugün mənim hazır yeməyim var, evdar qadından gedir söhbət. Bugün mənim hazır yeməyim var, həm mən bugün evi yığışdıra bilərəm. Mənim bir dəftərim var, mən səhər hətta maşına yükləyəcəyim paltarı belə yazıram. Yəni qeyd aparırsınız. Olmasa, çünki istərsəm başda informasiya çoxdur. Çoxdur, bəli. Çünki mən həm də övladlarımdan asılıyam. Həm işləyirsiniz, həm ailə. Dururam, mənim əgər oğlumun planı varsa arasa getməyə və mənim bugün saat 1-də podkastım varsa, mən artıq bir-birinə uyğunlaşıram. Və artıq hər axşam yoldaşıma bilirəm ki, iş saatı nədir, neçədə çıxacaq, neçədə gələcək və ya ev günüdür və ya mən yazıram səhər bu, mən artıq bu da var daxı, durun bunu da, yəni unuda bilirəm yəni. Təbii ki. Yəni mən səhər maşınkaya yükləyəcəyim paltarı belə axşamdan qeyd alıram. Ay nə gözəl. Planlama bu qədər. Axşam onu bir dənə not almasam, həm də yazdıqca yaddaşıma oturur. Mən yazdığımı gördükcə mənim yaddaşıma oturur. Yazmaq məndə də var, ona görə o gün mənim çox xoşuma gəlir. Amma telefonda mən qeyd edirəm daha çox. Yox. Bilmirəm ay Allah, hardaydıımsa kimsə belə bir söz istifadə elədi ki, axırıncı dəfə nə vaxt yazmışam bilmirəm, şoka düşdüm. Ki, yəni hər gün nəsə yazmasam, durub səhər planlama mütləqdir, bəli. Bütün içimdəki fikirləri o dəftərlərə tökməsəm, o şey deyirsə də sayan deyir, mən çorab qadınıyam. Mən də dəftər qadınıyam. O qədər dəftərlərim var. Özüm mənə yəni nəsə paylamaq. Siz planlama əlavədən öz fikirlərinizi də ona dəftərə qeyd edirsiniz. Ay nə gözəl. Yazıram, Yəni bunu belə yazıram ki, özümdən başqa heç kim oxuya bilmir. Tipik həkim xətti. Həkim xətti. Özümdən başqa heç kəs oxuya bilmir. Vay, nə gözəl. Lalə xanım, emosional acılıq qadınlarda niyə bu qədər yayılıb? Çünki qadınlar bütün hisslərini içdən çəkirlər. %70 qadın. İçindəki o hissləri yalnız yemək onlar üçün ən təhlükəsiz tez tapılan bir şeydir. Heç şərt o deyil, nəsə bişmiş bir şey. Evdə stolun üstündə nə oldu? Özünün də fərqinə varmadan. İşdən gəlib yorğundur. O özü də fərqinə varmır ki, acı stolun üstündəki nə oldu? Bəli. Onun emosiyalarının aclığıdır, onun öz aclığı deyil, duyğularının aclığıdır, yorğunçuluğudur, stressidir, günlük gəlir işdən, yorğunçuluq, probka, evinə girir, rahatlaşır, stolun üstündə nə oldu? İstədi, istəmədi. Acı oldu, olmadı atır ağzına. Amma o emosional aclıq sayılır məndə. Məsələn, məndə də elədir də, vaxtım yoxdur. Gəlirəm, görürəm, stolda tutaq ki, tort var. Çay tez qoyub içirəm ki, heç olmasa mən. Bu vaxt, yəni bu özünə zaman ayırıb özün üçün ac vaxtı hazır etmədiyin bir qidadan irəli gəlir. Tort da dayanıb orada səni manipulyasiya eləyir. Bəli. Sən onu yeyirsən, bir də baxırsan güclü yedin. Mən necə zəifəm. Ona görə səni manipulyasiya edən bir şeylər, düz istəyirəm, sizi manipulyasiya edən bir şeylər gözünüzün önündə bulunmamalıdır. Axı evdə mən tək qalmıram, tutaq ki, sənə hörmətlə yanaşılmalıdır. Əgər sən çəki atmaq fikri, siz çəki atmaq onlar elə fikrindəsiniz. bir yedilər, yaşdırsınlar. Mütləq. Mənim bir pasiyentim var idi. İtaliyaya qəbul olunmuşdu, oğlan. Çox sevirəm o pasiyenti. İndi də mən bir çox pasiyentlərimlə bitirsək belə çox gözəl münasibətimiz var. Deyirdi ki, Lalə xanım, yürüyüş eləyib gəlmişəm. Marketə girdim, su aldım. Amma evə girdim, kola içdim. Kola da var, su da var. Mənim seçimimdir koladır. Yəni o kola olmasa suyu içəcəkdi. Marketə girir, almır, suyunu alır, çıxır. Evə gəlir amma kimsə kola alır. Evdə var. Yəni o ev cəmaəti ona hörmətlə yanaşmalı. Mənim məsələn pasiyentim var idi, yazıb ki, mama yazıb ki, qağdalı qaynatmışam, evə qalxma. Qoy evdən iyi çəkilsin sonra. Sevir qağdalını. Ailən ona hörməti. Yəni bu hamısı biraz məncə bizim mentalda, köhnə mentallarda o diyetaya hörmət hələ ki elə bir çox ciddi alınmır. Nə olacaq? Məsələn, mən hamiləyəm, ona hörmət, o siz dediyiniz kimi evdə yemək bişib, sən 1 saat biraz hava al, sonra gəl. Amma nə gözəl olardı ki, məsələn, diyeta olsun, sağlam qida olsun. Mənim anamın da artıq çəkiləri var və ən böyük bəlkə indi istəyim odur ki, sağlam arıqlasın özünə görə, öz sağlamlığına görə və özünü idarə edə bilmir də. Yəni istəsə edər. Prosta deyir mən istəmirəm bunu etməyin deyə. O belə xoşbəxt. Yəni o belə xoşbəxt, amma o sağlamlığına çox ziyandır o qədər. Təəssüf. Və bunu biz eləyə bilmərik. Hətta mən o qədər çalışmışam, mühit yaradım onun üçün. İndi zamanı da olsa mən yemək yemirəm, evdə yemək yeyilmir. Eləyəcəm. Yəni öz istəməlidir. Bəli, öz istəməlidir. Qızlarının zoru ilə qoşulan pasiyentlərim çoxdur. Doğrudan. Mən danışıram. Siz saxlaya bilirsiniz onları?
Nə verəcəksən kidir mənə? Nədir ki o verdilər? Yeyəcəm Özüm onu. daha yaxşı bilirəm Hə, onlardan. hə, deyim hə. mənə. Səs atıram ki, filan şey. Ay qızım, deyir, mən neçə ilin xanımıyam, mən bilmirəm o necə bişirilir. Deyirəm, çox xahiş edirəm, yağları qatmayaq, yağın miqdarını çox eləməyək. Çoxdur elə pasiyentlərim. 70 yaşında Amma olanım siz var. manipulyasiya eləməyi bacarırsınız, sağ olun. Hə, çox şükür ki o Çünki var məndə. mənim Mamam boğan bürcüdür, o dəhşət. O adam elə manipulyasiya mən oturub oyuna yeyirəm. Yəni Allah ona bütün görə- mamalara can sağlığı Amin, versin. amin. Və inşallah çox çəkili olan xanımlar öz sağlamlığına əsas diqqət eləyər, öz arıqlığına və sair paltara yox, əsas Bəli, sağlamlıq. sağlamlıq çox vacibdir. Layla xanım, sizə müraciət edən xanımların ən böyük problemi, yəni ən böyük səhvləri nə olur? Tələsmək. Tələsim ki, arıqlayım. Hə. Tələsirlər. 70%. Amma eləsi də var ki, deyir ki, mən tərəzi zad önəmsəmirəm. Mənim üçün tərəzi vacib deyil. Mən bunu özümə hədiyyə etmişəm. Sizi özümə hədiyyə etmişəm. Ad günümdə də olur ki, mənə bacım sizin hədiyyə edib, yəni Bəli. göstərib falan. Özümə dedim ki, bu il özümə ən gözəl seçim etdiyim sizsiz və elənçi mesajlar da var. Instagramda paylaşıram. O hədiyyə etdiniz sözü nə gözəl deyilib. Niyə? Çünki məsələn məndə necədir? Mən bilim ki, ona pul xərclənib də. Məsələn, ona mən onda bir can atacağam. Elədir də. Amma mən bilsəm ki, sizlə indi biz tanışıq, sabah siz mənə deyən, Məryəm xanım, problem yoxdur da, mən sənə onu deyəcəm. Mən onu ost eləməyəcəm. Bu tipik müsəlman düşüncəsidir. Hə, yəni mən sizi özümə hədiyyə etmişəm. Mən heç nə vaxta önəm verirəm, nə tərəziyə baxıram. Mənim üçün vacib olan mən ona bir sərmayə qoymuşam. Bəli, sağlam şəkildə bədənimi sevərək, bədənimə etdiyim ən gözəl yaxşılıqdır. Bu hələ bu gün səhər paylaşmışam bir xanımın mesajlarını ki, yəni yolda gəlirəm, atam məni tanımır. O qədər özgüvənli olmuşam, o qədər özümü sevirəm, o qədər düzənə salmışam bütün həyatımı ki, hətta səyahətə getdim, gəldim, çəki verdim. Orada da düzgün seçim edə bildim. Həyatıma nə gözəl toxunuş etmisiniz. Bu kimi yanaşmalar alıram. Amma tələsi, toyum var, nişanım var, filan paltara girməliyəm, məzun gecəm var. Heç yəni o insanlarda da mən artıq özlərinə də bildirirəm ki, yəni belə tələsməklə sən nəticən olmayacaq. Bədən onsuz öz işini görür, sən tələsməyinlə deyil. Əksinə sən ancaq immun sistemini aşağı salacaqsan və nəticədə ancaq xəstələnə biləcəksən. Elə də olur. İş yarımçıq qalır. Bəs niyə bəzi qadınlar illərlə pəhriz saxlayır, amma arıqlaya bilmir? Çünki o illərlə saxlanılan pəhriz fərqli-fərqli yanaşmalardır. Baxır TikTokda görür, ay Allah, şey var, kofendən limon suyu var, gedir içir. Baxır ki, hardasa kimsə nəsə eləyib, bir həftə qəşəng nəticə var. O cəlb edən cümlələr var, bir həftəyə. Orqanizm o eyni şeydir, hə. Qida kimi qəbul eləsə də arıqlamır. Yox, təbii ki. O bədən üçün bir şokdur və özləri üçün fərqli-fərqli yöntəmlər denəyirlər. Baxır bunu eləyir, keçir o birisinə, bədən hələ birinci gündədir. Bu ucu üçüncü yöntəmindədir. Və bir çox vaxtda qadınlar yanlışı yeməklərində axtarırlar. Amma heç də yeməkdə yanlış yoxdur. Yanlış onların günlük rutinindədir. Birinci növbədə stresslidirlər, yaxşı yuxu yatmırlar, yuxu beynin qidasıdır. Yəni altın çizərək deyirəm ki, birinci növbədə 7 saat ən azı sağlam yuxu yatmalıdır. Bəli. İkinci növbədə su balansları yoxdur, su normal qaydada içilmir. Üçüncü növbədə də hərəkətsizlik. Daim işlərindən irəli gələrək kompüter arxasında əyləşirlər. Ev, iş, kağıtdım, peşkom yol fət etmirlər. Ona görə də gəlir hər şeyi qidada cəmləyirlər, amma bu da yanlış yanaşmadır. Bu 3 etapa da mütləq nəzər salınmalıdır ki, bəlkə boşluq burdadır. Çünki mən bu sualları verirəm pasiyentlərimə, mənə çox maraqlıdır. Qarşımdakı pasiyentin günlük aktivliyi nə qədərdir? Əgər o mənə deyəcəksə ki, mən maşındayam, yəni mən onu deyəcəm ki, sən birinci get hərəkəti bir səliqəyə sal, yürüyüşü bir həyatın bir parçası. Mən də Azqala mağazinə maşınla gedim. Çox səhv bir şeydir. Ona görə də mən maşın sürmürəm. Maşın almayın. Və suallarımızı demək olar bitirdik sizinlə. Çox gözəl oldu və indi mifdir yoxsa fakt suallarına keçmək istəyirəm. Saat 6-dan sonra yemək kökəldir. 50-50-yə. Baxır nə yeyirsən. Bəli. Mən gün ərzində heç nə yeməyim, amma indeksi aşağı da olan qidaları gətirim, axşam yeyim, oturum. Bu təbii ki, düzgün yanaşma deyil. Deyil. Saat və qədər mütləq rol oynayır. Stress yeməkdən daha çox kökəldə bilir insana. Stress prosta iştah hormonunu bloklayır. Sən doyduğunu hiss etmirsən, o zaman artıq qədərin kontroldan çıxır.
Bəs az yemək insanı daha çox arıqladır? Yox, az yemək insanın bədənində metabolik sürəti aşağı salır və maddələr mübadiləsi düzgün işləmədiyi üçün heç nəyə nail olmursan. Bədən blokajlanır. Yəni çəkin nə gedir, nə də o bir də vallahi heç nə yemirəm, amma çəkim getmir. Çəki getmir. Səbəb budur. Bəs bədən bütün makro mikro elementləri nədən alsın, necə alsın? Bəli. Və çörək yemək arıqlamaya mane olur? Yox. Düzgün seçim və miqdar. Bəs meyvə yemək axşam? Axşam olmaz. Meyvə təbii şəkərdir. Meyvənin də qədəri, meyvəni qatmaq olmaz. Bir növ meyvə gün ərzində saat 4-ə 5-ə qədər qəbul edə bilərik. Axşama doğru olmaz. Bəs hormonal problem çəkiyə təsir eləyir? Bəli. Müalicə daxili mütləqdir. Bəli. Sizinlə bir oyun oynayaq. Oynayaq. 3 saniyə ərzində cavab verməlisiniz. 2 seçim sizə verirəm. Arıq olmaq yoxsa enerji olmaq? Enerjili olmaq. Güclü olmaq yoxsa rahat olmaq? Rahat olmaq. Karyera yoxsa balans? Balans. Mükəmməl görünmək yoxsa xoşbəxt olmaq? Xoşbəxt olmaq. Motivasiya yoxsa intizam? Motivasiya. Layla xanım, Lagrange qeyd edir ki, hər qadın daxilində güclü, özünü qorumağı bacaran bir tərəf var. Siz bu fikirlə razısınız? Bəli. Yəni hər qadında var. Prosta onu üzə çıxarmağa özü də bacarmalıdır. Bir də mən deyərdim ki, bayaq da elə başlayanda da dedim, mənim fikrimcə əgər qadın tək deyilsə, yanında partnyoru varsa, onu hiss edən, ondakı bu xüsusiyyəti önə çıxara bilən, yəni onu basdalamayan, onu sən bilmirsən, sən eləyə bilmərsən, sən nə bilirsən ki, dəyər verməyən bir partnyorla özünü söndürməməlidir. Ona dəyər verən bir insanla birlikdə olmalıdır ki, bu xüsusiyyətlərinin özü də fərqinə varsın. Yəni olur ki, yaş az olur, fərqinə varmırsan, zamanla olgunlaşırsan, amma təklikdə də bu baş vermir də. Yəni partnyorun böyük rolu var, əgər qadın tək deyilsə, təbii ki. Layla xanım, Lagrange qeyd edir ki, hər bir qadın bir ilandır. Siz bu fikirlə razısınızmı? Bir ilan ili olaraq bəli. İlan elindən siz aynı gözəl. Bəli. Yəni ilk ağlınıza nə gəlir onu eşidəndə? Güclü, yəni hər qadının gücü içərisindədir. Yəni onu fərqli yöndə önə çıxarda bilirsən. Aqressiya ilə də, ilan kimi. Bəli. Və ya sevgi ilə də sarılaraq, sıxaraq, boğmalayaraq. Və cild dəyişə bilirik biz qadınlar. Cild dəyişə bilirik. Yəni həqiqətən də elədir. Layla xanım, mən selülit haqqında sual vermək istədim. Selülit və şişkinlik bəzən bədənin hansı siqnalları verir? Mən selülitlə şişkinliyə bir estetika kimi baxmıram. O bədənin siqnalıdır. Yəni bədənin düzgün qida qəbul etməməsi, bədənin düzgün yuxu balansını almaması, stressdən dolayı şişkinlik yaranır da bədənimizdə. Yəni stressin çox olması, kortizolun yüksək olması gətirir bu hallara çıxardır. Yəni sırf estetik baxımından məndə selülit var. Bu nə genetikaya aiddir, nə də ki, yəni başqa bir problemdən əmələ gəlmir. Mən deyərdim ki, şişkinlik və selülit estetik bir yanaşma olmamalıdır. Yenə də qayıdırıq düzgün sağlam həyat tərzinə, sağlam qidaya ki, bu formalaşdırır o halı. Aynen, gözəl. Bəs o selülitə piylənmə, selülit və s. Sizcə dietik qidalanmaqla bərabər həm masaj da önəmlidirmi? Bəli. Yəni, elə bil ki, işi daha siz onda qeyd edirsiniz ki, masaj mütləq. Yox, yəni əgər bu insan ondan adam var deyir ki, məni narahat eləmir. Mən özü də fərqinə varmadan həyat tərzini düzənə salaraq artıq o problem %70 çıxır aradan. Amma ümumilikdə o problemə çox odaklanan, ona görə kompleks yaşayan xanımlar var ki, deyir sırf o getməsini istəyirəm. Deyirəm ki, mən qidavı tərtib edirəm, sən eyni anda da masaja müraciət elə təbii ki. Aynen, gözəl. Çox gözəl. Yəni bunu mən misal üçün biri mən özüm, mən varikozam. Çoxdur. Həddindən artıq ayaq nahiyələrimdə damar çoxdur və həkimə də hər dəfə müraciət edəndə də estetik baxımından səni narahat eləmirsə, müdaxiləyə ehtiyac yoxdur. Çünki tromblaşma yoxdur. Amma buna görə yəni narkoz almağa dəyərmi? Yox. Mən nə qədər narkozda yatacağam ki, o damarlar getsin aradan və yenə çıxacaq.
Bəli. Ona görə də yəni mən artıq məntiqimlə məni bu narahat etmir, belədir. Artıq bu, yəni təəssüf ki, bu varikoz genetikadır. Bəli. Elə də qalıb. Amma adam var deyir ki, yox, məni amma selülit aradan qalxa bilər axı. Selülit aradan qaldırmaq üçün həm qidasına, həm həyat tərzinə, plus da masaj çox qəşəng effekt olur belə. Ay nə gözəl. Çox sağ olun Lalə xanım, gözəl məlumatınız üçün. Sağ olun. Lalə xanım, bir də çox təşəkkür edirəm sizin dəyərli fikirləriniz üçün. Ümid edirik ki, söhbətimiz sizə xoş oldu. Yəni xanımlar tükənmiş, bezmiş, yorulmuş, yəni hər bədənə bir çarə var, hər emosional bir bədənə çarə var. O da mütləq özünüzü sevməyini bacarmaqdır və düzgün bir yerlərə müraciət etməkdir. Əziz izləyicilər, əgər podkastımızı bəyəndinizsə, mütləq özünüzdə sosial şəbəkələrdə bölüşün və bizə mütləq abunə olmağı unutmayın. Çox sağ olun, təşəkkür edirik. Təşəkkürlər. Sağ olun Lalə xanım. Çox sağ olun, təşəkkürlər.